İslam dinində təvazökarlıq, insanın özünü başqalarından üstün görməməsi, Allaha və insanlara qarşı mülayim, alçaldıcı olmayan bir münasibət göstərməsidir. Təvazökarlıq insanın mənəvi dəyərini artıran, onun qəlbində səmimiyyət və təmkin yaradan bir xüsusiyyətdir. Qurani Kərimdə möminlər yer üzündə təvazökarlıqla gəzən insanlar kimi təsəvvür olunur. Bu ifadə onların təkcə davranışlarında deyil, həm də daxili aləmlərində dərin bir sükunət və ədəb daşıdıqlarını göstərir. İslamda təvazökarlıq zəiflik deyil, əksinə öz mənliyini tanıyan insanın böyüklüyüdür. Təvazökar insan başqalarına qarşı hörmətli olur. Yaxşılıqları özünə deyil, Allaha dair edir. O, bildiyi ilə lovğalanmaz, bilmədiyi zaman isə öyrənməkdən utanmaz. İslam Peyğəmbəri həyatında sadəlik, insanlarla yaxınlıq və səmimiyyət nümunəsi göstərmişdir. O, hər kəslə eyni səviyyədə oturar, ehtiyacı olanlara yardım edər, heç kəsi kiçik görməzdi. Təvazökarlıq həm də ruh tərbiyəsidir. Nəfsini tərbiyə edən insan bilir ki, əsl dəyər var dövlətdə və vəzifədə deyil, əxlaq və imandadır. Təkəbbür isə bu dəyərləri məhv edən gizli bir zəhərdir. Quranda bildirilir ki, lovğalıq edənlər Allahın sevmədiyi insanlardır. Çünki təkəbbür Allaha qarşı üsyan ruhundan doğulur. Təvazökarlıq İslamda mənəvi kamilliyin əlamətidir. O, insanı başqalarına sevdirir, cəmiyyətdə bilik və hörmət yaradır. Hər bir müsəlman çalışmalıdır ki, davranışlarında və düşüncəsində bu gözəl xüsusiyyəti daşısın. Çünki təvazökarlıq imanın ədəbidir. Ədəb isə iman gözəlliyidir.